Yenə artıq tamah, yenə də tarixi abidələrə etinadsızlıq. Şəhərin mərkəzində memarlıq abidəsini zədələyiblər. Növbəti belə hadisə Səbail rayonunda baş verib. Mərkəzdir. Biz istəyirik ki, hər şey qəşəng olsun, qorunsun. Dedim, sizə giriş lazımdırsa, düyməni verim də. Yəni, ya zəng vurun, sizə açılar. Dedi, yox, ehtiyac yoxdur. Və mən işə gedəndə, bütün sakinlər işə gedəndə sındırıblar. Bir əsrdən çox yaşı olan tarixi binaya müdaxilə edilib. Xoşagəlməz hadisə şəhərin mərkəzində, Səbail rayonu Məhəmməd Əmin Rəsulzadə 7 ünvanında baş verib. Dövlət tərəfindən qorunan şəhərin mərkəzində yerləşən bu binanın 129 yaşı var. Həm də yerli əhəmiyyətli memarlıq abidəsi statusunu daşıyan binadır. Ancaq buna baxmayaraq, binanın 3-cü mərtəbəsində yerləşən bu qeyri-yaşayış sahəsində kənar müdaxilələr olub, divarlar dağıdılıb, təmir bərpa işləri aparılan zaman isə binanın sakinlər tərəfindən aidiyyəti qurumlara edilən müraciət əsasında bu kənar müdaxilələrin qarşısını almaq mümkün olub. Sizə nə demişlər, nə adla oran? Heç nə. Siz deyəndə ki, bu binanı niyə dağıdırsınız qapını? Göstəriş verilib. Şahidlər deyir ki, onların evdə olmadığından istifadə edən şəxslər binanın giriş qapısını qırıb, damafonu sındırıblar. Daha sonra 3-cü mərtəbədə söküntü işlərinə başlayıblar. Hələlik bu əməllərin eyni şəxs tərəfindən törədilməsi dəqiq deyil. Bəs şəhərin mərkəzində bu cür qanunsuzluğa kim icazə verib? Bizim şikayətimiz hal-hazırda bizim qapımızı necə var idi, damafonu yerinə qoysunlar, bərpa. Çünki biz indi hal-hazırda təhlükəli vəziyyət qalır. Mənə JEK-dan zəng vurdular, mən qızım gildə idim. Mən də dedim ki, evdə döyürəm. Dedim, vay, heç kəs yoxdur ki. Onda mən görüm hansı qonşular açar qapını. Tarixi binada yaşayan sakinlərin sözlərinə görə onlar öz mənzillərində hər hansısa bir təmir işləri yapararkən aidiyyəti qurumları məlumatlandırırlar. Siz özünüz bilirsiniz, bir dənə kondisioneri quranda, pəncərə dəyişiləndə dərhal JEK gəlir, icra gəlir, mədəniyyət qurumuna gəlir. Yəni biz öz başımıza heç nə elə bilmirik. Bəs necə olur ki, qorunan binanın 2 mərtəbəsində söküntü işləri aparılır, lakin ərazi üzrə Mənzil Kommunal İstismar sahəsi və icra hakimiyyəti bu qanunsuzluqdan xəbər tutmur? Sakinlərin iddiası ilə bağlı Səbail rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan tarixi binaya edilən müdaxilələrlə bağlı yalnız o bildirildi ki, aparılan araşdırmaların nəticəsinə görə sözgedən ünvanda ümumi istifadədə olan pilləkən qəfəsinin zəbt olunmuş alt hissəsi sahibkar tərəfindən əvvəlki vəziyyətinə bərpa edilib. 3-cü mərtəbədə başlanılan söküntü işləri ilə bağlı isə heç bir açıqlama verilmədi. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişaf və bərpası üzrə dövlət xidmətindən bildirildi ki, sözgedən ünvanda yerləşən 3229 inventar nömrəli yerli əhəmiyyətli tarixi memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edildiyi üçün faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilib. Qeyd edək ki, abidələrin bədii estetik görkəminin dəyişdirilməsi, usurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat və digər işlərin aparılması qadağandır. Yalnız abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri dövlət xidmət tərəfindən təsdiq edildikdən sonra aparılmasına icazə verilir. Xidmətdən o da bildirildi ki, abidələrin qorunması haqqında qanunvericiliyin pozulması cinayət inzibati, intisam və mülki məsuliyyət yaradır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.